Quran-ı Kərimi oxumaq, tədəbbür etmək, ayətləri haqqında düşünmək, bu insanın dinində sabit qalması üçün ən böyük səbəblərdən biridir. Və Quran-ı Kərimdə keçən Allahın ad və sifətlərini düşünmək, Allahı tanımağa çalışmaq, həqiqətən də bu ən əsas səbəblərdəndir. Və haqqın üzərində sabit qalmağın ən böyük səbəblərindən biri də qəlbin Allaha bağlanmasıdır. Allahın Quran-ı Kərimdə o nazil etdiyi vəd ayələri, yəni cənnət ayələri, yəni mükafat ayətlərini oxuyub insan tədəbbür etməsi, nə savablar veriləcək, nə mükafatlar veriləcək, bu vəd ayələrini oxuması və həmçinin şiddətli əzab olan ayətləri oxuması həqiqətən insanı düşündürür, insanın qəlbini Allaha bağlayır. Allah Teala Quran-ı Kərimi hətta Peyğəmbərinə 23 il ərzində ayə-ayə, yəni az-az nazil etdi. Nə üçün belə etdi? Qəlbinin möhkəmləndirməsi üçün. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin qəlbini möhkəmləndirmək üçün. Ayə-ayə Allah Teala onun qəlbini möhkəmləndirirdi. Necə ki, Quran-ı Kərimdə Furqan surəsi 32-ci ayədə Allah Teala buyurur ki, kafirlər dedilər, nə üçün Quran ona bütövlüklə, bir dəfəyə nazil olmadı? Allah Teala deyir ki, biz onu sənin qəlbini möhkəmləndirmək üçün tədricən nazil etdik. Və onu ən gözəl şəkildə ayə-ayə izah etdik. Deməli, sənin qəlbini möhkəmləndirmək üçün qəlbi. Deməli, Quran-ı Kərim səbəbdir ki, insanın qəlbi möhkəmlənsin. Quranı oxuyub, tədəbbür etmək, daim insan elə gün olmamalıdır, elə gün keçməməlidir ki, həmin gündə Quran oxumamış olsun. Həm istəyir ərəbcəsi, tədəbbür edə bilmirsən ərəbcədən, ən azından ərəbcə və onun məqalında oxumalısan. Ki, orada olanları anlayasan və bununla da həqiqətən də insanın qəlbi üçün ən böyük şəfadır. Qəlbinin möhkəmlənməsi üçün ən böyük səbəbdir. Çünki yəni, insan qafil qaldıqca, Allahın zikrindən uzaq olduqca get-gedə geriləyir, irəliləmir. Ya nəsə eləyəcəksən, xeyir işlər görəcəksən, tədəbbür eləyəcəksən Quranı, faydalı işlər görəcəksən və bununla da irəliləyəcəksən. Ya da heç nə eləməsən, heç nə eləməyib otursan belə, geriləyəcəksən. Və elə bir gün olmamalı ki, o gündə fayda əldə eləməyəsən, elmdən nəsə götürmüş, yəni götürməmiş olasan, elə bir gün keçməli deyil. Nəsə təzə bir şey öyrənməlisən, nəsə təzə bir surə, yəni ayət və yaxud hədis oxumalısan, əzbərləməlisən, yəni irəliləmək lazımdır. İrəliləməsən də geriləyəcəksən.